Akıl Bakdadı kanalında size hoş geldik. Bismillahirrahmanirrahim. Gece hikayesi. Danışan sizin Kövsər bacınız. Bu axşamın hikayəsi Gəlincik. Yaşıllıqlarla dolu gözəl bir meşədə Fındıq adlı balaca sincab yaşayırdı. Bir gün fındıq oynayırdı. Oynadığı anda qonşunun sincab balası da çölə çıxdı və əlindəki gözəl gəlincik ilə oynamağa başladı. Fındıq o gəlinciyə baxıb dərindən köks ötürdü və ürəyində dedi: "Nə gözəl gəlincikdir. Kaş mənim də beləsi olaydı." Fındıq tez evə qaçdı və anasına dedi: "Ana, sənə bir söz desəm, inciməzsən?" Anası gülümsəyib dedi: "Yox, əzizim, de görüm nə olub?" Fındıq dedi: "Ana, mənə yeni bir gəlincik tikərsən?" Anası mehribanlıqla cavab verdi: "Əlbəttə tikərəm, amma indi yox. Axı gəlinciyin hələ köhnəlməyib. Hələ də onunla oynaya bilərsən. Həm də axı sən onu çox sevirdin." Fındıq hirsləndi, küsdü. Köhnə parçadan tikilmiş kuklasını bərk əsəblə pəncərədən bayıra tulladı və dedi: "Bu artıq heç nəyə yaramır. Əyri-üyrü olub." Elə o anda ağacın altından sevinç dolu səslər eşidildi. "Aa, nə gözəl gəlincikdir. Uşaqlar, gəlin oynayaq, tez olun." Fındıq dərhal pəncərədən aşağı baxdı. 3 balaca dovşan kuklanın ətrafına yığılmışdı və sevinclə hoppanıb düşürdülər. Fındıq aşağı əyilib səsləndi: "Uşaqlar, o mənimdir. Anam mənə tikib, dəyməyin ona ha." Dovşan balaları köks ötürdülər. Gəlinciyə əl yellədilər və başlarını aşağı salıb uzaqlaşmaq istədilər. Fındıq qışqırdı: "Dayanın, hara gedirsiz? Gözləyin, mən də gəlirəm." Sonra sevinc içində evindən çıxdı və dovşan balaları ilə dost oldu. Birlikdə qaçdılar, gizlənqaç oynadılar, gəlincik ilə də çox əyləndilər. Axşam düşəndə onlarla sağollaşıb evinə qayıtdı. Gəlinciyini bağrına basdı, dizinin üstünə qoydu və onu yavaşca yelləyib yatızdırmağa başladı. O gəlinciyə baxa-baxa ürəyində bir söz pıçıldadı. Sakitcə Allahla danışmağa başladı. Səhər vaxtı hirslənib tulladığı əyri-üyrü kuklaya baxdı, çox utandı. Dedi: "Allahım, sənə çox şükür. Minnətdaram ki, mənə var olan şeylərlə xoşbəxt olmağı öyrətdin." Fındıq ürəyində Allahına təşəkkür etdi ki, bir balaca gəlinciyi var və onu sevə bilir. Hər kuklası olan uşaq onun qədrini bilməsə də Fındıq artıq bilirdi. Bəli, əziz balalar, əlimizdə olan gözəl nemətləri görmək, şükr etmək bizi xoşbəxt edir. Bəs sizin çox sevdiyiniz oyuncağınız varmı? Bu nağılla bağlı şəkil çəkib bizə göndərməyi unutmayın. Gecəniz xeyrə qalsın. Yuxunuz şirin olsun. Əziz, gül balalar.